Şirin su istəyirsən, bu evdə var. İşıq istəyirsən, var. Qaz da qoyulacaq. Ev sahibi tərəfindən padvala giriş mümkündür, kombi sistemi çəkilib. Həyətyanı ərazisi maşın girməz də, amma qapının ağzı elə geniş bir məsafədir ki, yəni 4 dənə, 5 dənə maşını saxlaya bilərsən. Belə bir evdir. İndi çıxaq biraz çöl tərəfindən də göstərək. Və yəni rahat çox maşın, 8-9 dənə maşın saxlamağa qabağı var. Dövlətin suyu da var. Qiymət 55.000, amma əşyalıdır. Əşyalar da heç nə götürülmür. Hamısı qalır. Yerdən də 6-7 daş kürsülüdür. Bax, koridor sistemidir. Aboylarınca hamısı vurulubdur dostlar. Bax, mətbəx mebeli, paltar yuyan, qazı, hər şey var da. Yəni bir sözünə yoxdur. Söhbəti yoxdur burada. Lüstrlarınca hamısı asılıb. Ən kiçik yataq otağımızda 4-cüdür. Yəni ölçülər normal ölçülər, geniş ölçülərdir. Aksesuarlarınca hamısı qoyulub. Bax, bu da ən balaca otaq 4-cü. Qiymət 55.000. Buyurun, tələsin. Yəni belə evi qaçırtmayın. Həqiqətən də geniş evdir, qəşəng evdir. Allah arasında olan hər kəsə qismət eləsin. Məktəbə yaxındır. 218 nömrəli məktəbə çox yaxın bir məsafə. Ana yolu 500 metr.